Assalamu alaikum əziz dostlar, əziz qardaşlar, bizi izləyənlər, bizi sevənlər, bizə qiymət verənlər. Hər birinizin kommentariyasını oxuyuram, əziz mənim dostlarım, tanışlarım, qardaşlarım. Yəni məni tanıyanlar, bilənlər, hər birinizi oxuyuram, orada dəyərləndirirəm. Sadəcə mənə çatmayan bir-iki şeylər olur ki, bu qoca kişilərdir, bu nə bilim idmandan anlayışı olmayanlardır. Geri belə kommentariyalar yazırlar. Özünüzü hörmət edin, başqa etsin də yəni. Onlar hamısı bir sənədər, işi gücü olmayan adamlardır. Boş bekar adamlardır. Mənim işim varsa mən başım qaçacaq öz işimə. Və kiminsə işinə burnumu sokmayacağım. Gəlmirsən biri yazıb ki, burada niyə məşq keçmir? Niyə ki orada davam edir? Ha qardaş, bir əldə 5 dənə qarpız saxlamaq olmur. Mənim bu idmançımdır. Mən bunun üçün dalınca düşməliyəm, mübarizə aparmalıyam. Cəmaət heç bir dənə oğlan idmançı ilə yola gedir. Mən bu qız idmançını mən haralara gətirib çıxartmışam. Bir müəllim var, bayaqdan danışırıq. 5 ildir bir uşaq zaldadır, 5 ildir. Lökbatandan o tərəfə çıxmayıb, lökbatandan o tərəfə çıxmayıb. Götürdə idmançıya biraz qoy məsuliyyəti boynuna, disiplinini yarat, nəzarəti belə. Getdi, vuruşdu, gəldi, Bakı, Respublika, nə bilim, o, bu. Lökbara bir çıx, uşağın üstünə məsuliyyət qoy, uşaqla maraqlan. Uşaq 1 saat məşq eləyə bilər, amma çıxıb o ərinir o bir dənə suyu içməyə, elə yorğun olur. Psixoloji lazımdır ona. Amma hamısı idmançı, o məşqçi bilməz. Kimin dindirirsən deyir, qardaş, mənim burada işim var, mənim burada gücüm var, nə bilim, tələbələrimi qoyum, hara gəlim, nə bilim, ailəliyəm. Belə, qardaş, işinizə düşməlisən də, işin dalınca, təcrübən üçün, sənin gələcəyin üçün. Mən də Azərbaycanda belə xüsusən tanıyanlar bilir, mənim 100-ə yaxın tələbəm, mənim işim, gücüm var idi. Mən onları buraxdım, mən ayıma 4000-5000 pul qazandım. Mən buraxdım, gəldim, niyə? Birinci öz təcrübəm, ikinci tələbəmin qabağa getməyi üçün, üçüncüsü də idman inkişafını daha da artırmaq üçün. Yəni ona görə bizim burada profesional döyüşlərə, idmançıya ehtiyacımız var. Möhkəm olun. Kimlər də gəlmək istəsə, qoşulmaq istəsə, əziz idmançılar, qardaşlar, buyura bilərsiniz. Sağ olun.